cənnətin o xazini olan, qoruyucusu olan, cənnətin açarları əlində olan mələk ki, adı Rizvandır. O gələcək, cənnətin açarlarını verəcək mənə. Peyğəmbər salavatda deyir ki, alacam onu, verəcəm Həzrət Əliyə. Ondan sonra Malik gələcək. Malik kimdir? Cəhənnəmin xazini. O gələcək, cəhənnəmin açarlarını verəcək mənə, verəcəm Həzrət Əliyə. Deyəcəm ki, Əli, sənsən qəsimul cənnəti və nar. Sənsən cənnətlə cəhənnəmi bölən Allahın izni ilə. Hətta Əhməd ibn Həmbəldən bir dəfə bunu soruşdular bu hədisi. Dedilər, bu hədis barədə fikrin nədir? Dedilər, bu hədisin özü də olmasa məzmunu Səhih Müslimdə vardır. O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər nəyin bağlarında olacaqlar? Həmin gün gerçək hökm vermək ancaq mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer oddur. Zalimların məskunlaşacağı yer necə də pisdir. Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah sayılmaq üçün kifayət edər.